İsa onlarla dağdan aşağı geliyor bir hammar yerde turdu. Şagirdlerinin çoxu bir büyük cemiyetdi ki Yahudi velayetinin var yerinden, Urşalim şehrinden ve Sur و Seydun sahillerinden gelmişlerdi, oradaydılar. Onlar gelmişlerdi ta İsa'nın sözlerini eşiderler و از مرزلیklerinden şafa tutarlar. Şer ruhlardan azap çeken adamlardı, şafa tutillardı. Bütün cemiyet təqalla edirlərdi ta əlləri İsa'ya dəyə. Bu səbəriyə ki, ondan çıxan quvvət var kəsi şafa verirdi. İsa از şagirdlərinə baxdı و dedi: Xoş sizin halinize ki yoxsulayız. Çünkü tare padişahlığı sizindir. Xoş sizin halinize ki inne acayız. Çünkü doyarayız. Xoş sizin halinize ki inne ağlayırayız. Çünkü gilərayız. Xoş sizin halinize ona ki xalq insan oğlu səbərəsinə sizden nefret vallarulayo size ezaralarından çaxardarlar. Size seyiş vererler ya da size بدنام ederler. O günne şad oliniz و şadlıktan oynayız. Çünkü ecriniz geyde büyüktir. Bu səbəriyə ki bunların cədləridir. Peyğəmbərlərlə elə belə rual etdilər. Ama vay sizin halinize ey varlılar. Çünkü xoş günlərinizi geçirtmişsiniz. Vay sizin halinize ki inne toxayız. Çünkü acılık çəkərəyiz. Vay sizin halinize ki inne gilirəyiz. Çünkü yas tutarayız و ağlayarayız. Vay sizin halinize ona ki var xalq sizden tərif ederler. Bu səbəriyə ki onların cədləridir. Yalan peyğəmbərlərlə elə beləyin rual etdilər. Ama size ki eşedirəniz deyirəm, düşmənlərinizi çoxsayız و o adamlara ki sizden nefret valları xublik ediniz. Size qarğış edənlər için bereket duası ediniz و size əziyyət edənlər için xeyr duası ediniz. Biri izin bir yanına şapalaq vuranna, izin o bir yanına da ona sarı bikta vura. Bir adam senin qaban yaparanna, qoy ta keyneyin da apara. Herkes senden bir zat sədə, ona ver o adamdan ki malin apayr, maliye geri səmə. Xalqınan ələ olayn rual ediniz ki genin seyrollar sizinlə olayn rual edərlər. Eğer fakat size çoxsiyan adamları çoxsiyəyiz, nəmənəyizə iftixar edirəyiz. Çünkü hatta günahkarlar da onları çoxsiyan adamları çox seyirlər. Eğer fakat size xublik edənlərə xublik edəyiz, nəmənəyizə iftixar edirəyiz. Çünkü hatta günahkarlar da ələ bu işi gerirlər. و اگر فقط o adama قرض verəyiz ki ondan geri almak ümidvarıyız, siz nəmənəyizə iftixar edirəyiz. Hatta günahkarlar da günahkarlara قرض verirlər ta bir gün qarzlarını geri alarlar. Ama siz düşmənlərinizi çoxsiniz و onlara xublik ediniz. Toqqasız قرض veriniz ki sizin bir büyük ecriniz olar و متعال تارنین اولادلارو olarayız. Bu səbəriyə ki o naşukrlar و şərir adamlarla mehrabandır. Pes rəhmli oliniz. Ələ olan ki geydəy bu ayız rəhmlidir.